Yaxın oturun, saxta vətənpərvərlər, bayraq, millət, Azərbaycanın çörəyi sənin üçün haram olan o deyən qəhbənin balaları. Yaxın oturun. Deməli, Qazaxda Nicat Əmraslanov adda bir ictimai fəal saxlanılıb. Səbəb bilirsiniz nədir? Nicat öz Facebookunda Gəncədə öldürülən gənc üçün bir status paylaşıbdır. Ay qəhbənin balaları. Nicatın əmiləri, dayıları, qohum-əqrəbələri hamısı Qazaxda müharibə vaxtı könüllü vuruşublar. Və görürsünüz, bayraq başımın üzərində dalğalanır. Bayraq budur. Niyə? Çünki bu bayrağın altında yaşayanlar insan kimi yaşayırlar. Azərbaycan bayrağı uğrunda, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparanlar isə bu günləri canları ilə əlləşir. Başa düşdünüz? Tak işte bu saxta vətənpərvərliyi zadı qoyun qırağa. Bu günləri hırla zırı qanmayanlar, ilk məhəbbəti eşşi olanlar, diplomu pulla alanlar, cındırlar hakimiyyətidir. İlham Əliyev uğurlaşdı. Nicatın 21-ci barmağı olsun Mehribanın, Leylanın, Arzunun ağzına. Aydındır. Bir də İlhamı müdafiə edən o qəhbənin balalarının ağzına. Hanı bu məmurların balaları? Hanı Qazağın icra başçısı Rəcəb Babaşovun oğlu Elşən? Hansı ki Volkswagen, nə bilim, Range Rover sürür, hə? Hanı Qazağın deputatı arvadı qəhbə erməni saxlayan Səmədin oğlu? Ha, onlar peysərə atıblar, elə də yaşayırlar. Gücü vermişsiniz polislərə. Vilayət Eyvazov ölmüş bacımın ruhuna itəliyim. Vilayət Eyvazov arvadının xittəyinə itəliyim. Necədir? Ləzzət eləyir. Qəhbənin balası Nicat Əmraslanov nə istəyib ki? Hə? Ölkəni talan eləyibdi, terroristdir. Deyir ki, Gəncədə öldürülərin cinayəti atılsın. Hamı bunu deyir. Yox, siz öldürəcəksiniz, siz şərləyəcəksiniz, hamı da atıb peysərə yaşayacaq. Qəhbə saxlayan yap hakimiyyət. İlham Əliyev, sən qəhbəsən, cındırsan. Mehriban Əliyeva soskadır, özünüz kimi də qəhbənin balalarını yığmışsınız başınıza. Buradan Qazağın icra başçısı Rəcəb Babaşova səslənirəm, polis rəisinə səslənirəm, millət vəkilinə səslənirəm. Bir Qazaxlı kimi, Nicat həbsdən çıxana kimi sizin arvadlarınızın, qızlarınızın, gəlinlərinizin, prezidentinizin, vitse-prezidentinizin xittəyinə qutaracam. Mən Qazaxlı Elşad Məmmədov. Necədir? Ləzzət eləyir peysər yığını, peysər.